nəfər Azərbaycan vətəndaşı tam orta təhsilini bitirib və həyatının növbəti mərhələsinə qədəm qoyub. Və təbii ki, bu gündə, məzun günündə çox insanlara həm təbrik, həm təşəkkür düşünürüm. Mən də öz növbəmdə istərdim. Siz də ola bilər ki, bəziləriniz həyatda bu günləri ehtimal etmədiyiniz yerlərdə, ehtimal etmədiyiniz işlərlə məşğul olacaqsınız. Bu proqnozlaşdırmaq çox çətindir. Gördüyünüz işlər haqqında daha çox eşidək, onların sədasını eşidək. Gördüyünüz yaxşı işlərin sədasını eşidək. Və təbii ki, ən böyük zəfərimiz bu illəri böyük zəfərimizin 5 illiyini qeyd edirik. Bu da çox vacib. Bugün bu xoş günümüzdə Təhsil Nazirimiz, hörmətli Təhsil Nazirimiz bizim Emin müəllimin sizlərlə burada iştirakına görə təşəkkürümüzü bildirək və Muğan qəsəbəsində ona çoxlu salamlar söyləyək. Bugün bizlər üçün çox şərəfli bir gündür və hörmətli məzunlar sizlər üçün çox şərəfli gündür ki, bu hər bir məzuna qismət olmur ki, Nazir məzun günündə cənab Nazir onlarla iştirak etsin. Və bu olmağı arzu edirəm. Yaxşı elm sahəsində çalışmağı arzu edirəm. Mühəndis olmağı arzu edirəm, müəllim olmağı arzu edirəm. Bütövlükdə nə olur? Hörmətli qonaqlar, Əzizlər Əliyev Fondu tərəfindən 624 nəfərlik növbəli 3 mərtəbədən ibarət olan məktəb inşa edilmişdir. Məktəbimizin Uçar dünya gülər, aləmə nurdur. Ay çıxar, qaranlıqlar çəkilər, qaranlıqlar şəfəqlər düzdür. Bir dünya qovuşar, sevinç dolu yüzdür. Gün olar, gündüz olar, şəfəq. Məktəb də mərkəzdə dur burada.